Bəli, İlham Əliyevin yeganə rəqibi, yeganə müxalifətçi rəqib, Azərbaycanda bəlkə də yeganə bu rejimlə canı gönüldən vuruşan, İlham Əliyevə nifrət eləyən Tofiq Yaqublu. Bəli, Tofiq Yaqublu artıq bundan öncə neçə dəfə İlham Əliyev tərəfindən şəxsən İlham Əliyevin göstərişi ilə zindanlara salınıb. Bu adamın 65 yaşı var. Bəlkə də 65 yaşının bir ümumi toplasan 20 ilini şəxsən İlham Əliyev tərəfindən həbsxanada keçiribdir. Yəni ömrünün 65 ilini bu adam 20 ilini İlham Əliyev tərəfindən zindanlarda keçirib. Tofiq Yaqublu 1-ci Qarabağ qazisidir. İlham Əliyev Ebru Gündəşi daldan qucaqlayanda Tofiq bəy Qarabağ döyüşlərində iştirak eləmişdi. Vətən uğrunda gedən döyüşlərdə. Və bu gün məhkəmə prosesi keçirilib. Tofiq bəyə növbəti dəfə 8 il iş verilib. Yəni ömrünün daha 8 ilini İlham Əliyevin zindanlarında keçirəcək. Tofiq bəy niyə görə daha 8 il həbsxanada keçirəcək? Azərbaycan, İlham eləyən Azərbaycan qoyun xalq. Bilirsiniz niyə görə? Sizə görə, sizin haqlarınızı tələb etdiyinə görə. Bu xalq uğrunda siz üçün, siz sürü üçün Tofiq Yaqublu bugün daha 8 il həbsdə yatacaq. Bəs siz xalq olaraq Tofiq bəyə azadlıq tələb eləyəcəksinizmi? Onun azadlığını tələb eləyəcəksinizmi? Azərbaycan xalqı, sizə sual verirəm mən. Götünüz çatacaqmı? Kişiliğiniz, namusunuz, qeyrətiniz çatacaqmı? Bir nəfər bu videodan sonra desin ki, Tofiq bəyə azadlıq, İlham Əliyev, bəsdir daha bu xalqa zülüm etdin. Azad et Tofiq bəyi. Hə? Götümüz çatacaqmı? Yoxsa gedib Ləman kimi cırıqlara, baboş kimi petuxlara gedib baxıb vaxtımızı keçirəcək, hə? Tofiq bəy nə edirdi? Hə? Haqqı taftalanan şəhid ailələri, qazilərin haqqını istəyirdi. Tofiq bəy nə edirdi? Ölkədə uşaq pulu istəyirdi. Tofiq bəy nə edirdi? Deyirdi ki, Avropaya, dünyaya qaz satan ölkə olaraq niyə Azərbaycanda, niyə Azərbaycan vətəndaşı limitdən qaz istifadə eləməlidir, işıq istifadə eləməlidir, limitdən su istifadə eləməlidir? Hə? Azərbaycan xalqı, hə? Ayrı vaxt deyirsiniz ki, sözüm var, gəl burada danış, duxun çatır, gəl burada danış. Gəl, elə bir ki, mənəm da Tofiq Yaqublu. Gəlmişəm. Mənə 8 il həbs elədilər. İlham Əliyev şərriyim məni həbs elədi. Gəlin arxamca. Mən Tofiq Yaqubluyam. Gəl mənim arxamca. Mənə dəstək ol. Ay, onu deyən. Göt bilət. Mən sadəcə dəhşətə gəlirəm ki, bu kişinin həyatı Quran haqqı ilə həbsxanada keçib demək olar ki. Bu kişinin həyatı ömrünün yarısından çoxu həbsxanada keçib. İlham Əliyev kimi narkoman, göt verən, arvadını qumarda uduzmuş, götünü qumarda uduzmuş İlham Əliyev bu adamı, çünki Tofiq Yaqublu dürüst adamdı ona görə. Dürüst adamdı. Başa düşürsünüz? Çox dürüst adamdı. Ona görə İlham Əliyev nə pula satılır, nə başqa görə satılır. Ona görə İlham Əliyev bunu hər il belə, hər dəfə həbs yatır, çıxır bir daha həbsxana, bir daha həbsxana. Azərbaycan xalqı, sənə sual verirəm. Bu dəqiqə Tofiq bəyin azadlığını tələb elə. Adam ömrün yarısından çox həbsxanada keçirib belə. Kişiliyimiz olsun, qeyrətimiz olsun, namusumuz olsun belə. Bizim haqqımızı, bizim haqq səsimizi çatdıran Tofiq bəyə azadlıq tələb eləyin. Mən xəstə halımla mən videomu çəkdim, paylaşdım. Sən də bir dəqiqalıq video çək. Dənən İlham Əliyev azad elə Tofiq bəyi. Götün çatar mı? Buyur.